Bismillahirrahmanirrahim. Allahın adıyla başlayırıq. Əziz və möhtərəm dostlar, əziz izləyicilər, salamlayırıq sizi. Allahın salamı, rəhməti, bərəkəti olsun sizə. Yenidən efirdəyik, canlı yayındayıq. Yenə də sizin evlərinizə qonaq gəlmişik. Allah ibadət, itaətlərinizi qəbul eləsin. Allah bütün dualarınızı qəbul eləsin. Niyyətiniz qəbul olsun inşallah. Mübarək Ramazan ayının gözəl günlərindən bir günündəyik. İtaətləriniz, ibadətləriniz qəbul olsun. Rəhman və Rəhim Allahın adıyla proqramımıza başlayırıq. Əqidəvi və əxlaqi mövzularda sualları sizdən yenə gözləyirik. Amma əsas mövzumuz hər gün olduğu kimi inşallah Quran-ı Kerimdə yer alan dualardır. Əziz ruhani alim Hacı Ramil Bədəlov bu haqda yenə də söhbəti olacaq. Verilişin ilk hissəsində sonradan suallara baxacaq inşallah. Sözü verirəm, əziz ilahiyyatçımız salamlaşsın sizinlə. Ya Allah Hacı, buyurun. Salamlayıram sizi, dəyərli izləyicilərimizi salamlayıram, xoş gördüm. Allah bu vaxtları etdiyiniz duaları qəbul etsin. Oruclarınız Allah dərgahında ali dərəcədə qəbul olsun inşallah. Amin, inşallah. Hacı ağa, İnşallah işte Quran-ı Kerimdə olan dualar bu vaxta qədər, bura qədər çox maraqlı nöqtələrə toxunmusunuz. Atanın duası, ananın duası və müxtəlif mövzularda. İnşallah bugün eşidək görək hansı dualar yer alıb Quran-ı Kerimdə. Buyurun. Bugünkü duamız inşallah İsra surəsi 80-cı ayədir. Bu əziz Peyğəmbərimizin duasıdır, Rəsul-i Əkrəmin duasıdır. Və ayəni oxuyuram, ondan sonra davam edirəm. Buyurur, Euzubillahimineşşeytanirracim. Qul Rabbi ədxilni mudxalə sidqin və əxricni muxracə sidqin və ec'alli min lədunkə sultanan nəsira. Tərcümə edəcəm sizə. İlk öncə bunu qeyd edeyim ki, Peyğəmbərlə bağlı bir mövzudur və Allahımız da Peyğəmbərimizə yol göstərir ki, nə et? Belə ki, Peyğəmbər zamanında yaşayan o bütpərəstlər, o Peyğəmbəri qəbul etməyən şəxslər ilk mərhələdə deyəcəklər söz bu idi ki, Peyğəmbərlik boş bir şeydir. Yəni, Peyğəmbərə ümumiyyətlə ehtiyac yoxdur. İkinci mərhələdə dedilər, yox, bildik tutaq ki, Peyğəmbər olmalıdır, amma sənin səlahiyyətin yoxdur, sən Peyğəmbər olasan. Üçüncü mərhələdə Peyğəmbərin sanki istəyirlər ki, tamah hissini oyatsınlar, ki, Peyğəmbər də onların xeyrinə danışsın və get-gedə din təhrif olsun. Yəni, Peyğəmbəri istəyirlər ələ alsınlar. Müəyyən təşviq edici sözlərlə, pullarla, sərvətlə, vəzifə ilə və s. Ki, onların da fikrini təsdiqləsin Peyğəmbər, yekunda da din qarışsın bəzi fikirlərə və təhrif olsun, din asılsız aradan geçsin. Bu üçüncü mərhələ idi. Dördüncü mərhələdə isə artıq Peyğəmbəri şəhərdən çıxartmaq. Bu mərhələlərdir. Allah da əziz Peyğəmbərimizə deyir ki, nə qədər sənin üçün planlar tökülüb. Bu saydığım mərhələlər ola bilər, mərhələ şəklində olsun. Yəni, birinci bunu etdilər, alınmadı, ikinci bunu etdilər, alınmadı, üçüncü bunu etdilər, alınmadı. Və yaxud məsələyə biraz fərqli də baxmaq olar. Müəyyən təbəqələr, müəyyən qruplar hərəsi bir iş görürdü. Biri təşviq edirdi, biri qorxudurdu, biri deyirdi, istehza edirdi, ələ salırdı, psixoloji istəyirdi, Peyğəmbərdə bir ruhu sarsıntı yaratsın və s. İki cür baxmaq olar, mərhələ bu planı görürdülər və yaxud qruplar müxtəlif işlər görürdülər. Hər halda Rəsul-i Əkrəmə Allah deyir ki, ya Rasulallah, dünya səndən üzböz yanıb sanki, hərə bir tərəfdən səndəndir. İstəyirsənsə möhkəm qalasan, sabit qalasan, yıxılmayasan, süsləşməyəsən, bu yolda qədəm qoyub hərəkət edəsən, sənə bir içində tövsiyəm var. Və İsra surəsində, baxsınız, 78, 79, 80-cı ayələr. Əvvəlki ayələr budur. Peyğəmbərə buyurur, əqimiz səlat. Güclü olmaq istəyirsə, gələk namazın olsun. Namazından müğayət ol. Davamında buyurur, minəl-leyli və təhəccəd bihin nafilətən lək. Peyğəmbər gecə namazın olmalıdır. Gecə namazı sənin ayaqlarında səbat yaratacaq, möhkəm olacaqsan. Üçüncü də buyurur, Peyğəmbər, gələk dua eləyəsən. Sən dua eləməsən mümkün deyil. Yəni, əziz Allahımız, Rəsul-i Əkrəmə deyir ki, istəyirsənsə möhkəm olasan, namaz, gecə namazı duan olmalıdır. O kəslər ki, iradəli olsunlar, möhkəm olsunlar. Hərdən sual verirlər, inşirah-ı sədr, böyük qəlbimiz olsun, neyniyək? Quran deyir ki, namazına fikir ver, duaların olsun həyatında.
Ötən gün dedilər ruhumuz necə Hə, böyüsün falan. Bəli. Orada bir cavab vermişdi, bu cavabı da bu ayədən verim sizə. Bu mühüm mövzudur əslində. Ondan sonra Peyğəmbərimizə Allah deyir ki, ya Rəsulallah, dua elə. Belə başlayır ayə, qul. Belə deyirəm. Maraqlıdır. Həm Peyğəmbərə deyir, dua elə, həm duanı təlim edir. Bugünkü danışacağımız dua, Allah bizə öyrədir bu duanı eləməyi. Allah deyir ki, mənə dua eləməsi belə elə. Allahın dərs keçdiyi duadır, Allahın öyrətdiyi duadır. Ki, Peyğəmbərimizi öyrədib, onun timsalında bizə. Belə bir möhtəşəm bir dua. Çox gözəl. Bəli. Orada Peyğəmbərimizə deyir ki, qul, de. Nə deyim? Bir neçə cümlə deyəcəm ki, onları da söylə. Amma burada məqam budur. Nəinki yalnızdır Peyğəmbər. Mən sənə deyirəm, qul, bu demək deyil ki, söz deyəsən. Yox. Di, belə düşün, belə ol, belə yaşa. Yəni, etiqadın, əqidən, düşüncələrin, əməlin, rəftarın, zahirin, batinin belə olsun. Mən deyəndə qul budur. Nə ki söz deyilən? Yaxşı. Nə deyim ya Resulallah, ya Rəbbəl aləmin? Qul Rabbi ədxilni mudxələ sidqin və əxricni muxracə sidqin. Allahım, ədxilni mudxələ sidqin, yəni mənası. Bir işə başlayarkən sədaqətlə, pak niyyətlə başlamağı mənəsi belə. Bu çox mühümdür. Necə başlayırsan işə? Başlanğıc nədirsə, elə axırda olacaq. Müğayət ol. Başlanğıca fikir ver. Hə, ola bilər ortada nəsə tövbə eləyərsən, düzələrə, işim yox. Gələcəm bura. Başlanğıc çox mühümdür. Bu duanı eləyin. Rabbi ədxilni mudxələ sidqin. İşə başlayanda sədaqətlə, ixlasla başlamağı mənəsi bilir. Və yaxud bəzi müfəssirlər deyiblər ki, bunun mənası budur bu cümlənin. İlahə Rəbbim, gözəl, pak, mənəvi məclislərdə iştirak eləməyi mənəsi bilir. Yəni, elə bir məclisləri mənəsi bilir ki, gedim orada iştirak edeyim, ruhən ucalım, mənən yüksəlim, sənə yaxınlaşım, sənin dərgahına yaxınlaşım. Oranın bəzi məclislər elədir, yəni ki, raz. Baxırsan, kiçik bir dənə məclisdə o qədər bərəkət var, mənəviyyat var, ruhiyyə var. İnsan orada başqa bir aləm, elə bir seyr edir. Elə buradan qopursan sanki dünyadan. Fikirlərin dəyişir, baxışın dəyişir. Həyata olan baxışın tamamən dəyişir. Mənəviyyatın artır. Bəzi məclislərin xüsusiyyəti belədir. Kiçik məclis ola bilər, böyük məclis ola bilər. Rabbi ədxilnə mudxələ sidqini bir mənasıdır. Amma davam edirəm. Qul Rabbi ədxilni mudxələ sidqin və əxricni muxracə sidqin. İlahi və Rəbbim, səndən istəyim budur ki, bir işə başlayanda gözəl başlayıb, gözəl bitirməyə mənəsi belə. Buradan artıq izah eləməyə ehtiyac var. İnsan var, əvvəldən pis niyyətlə başlayır, sonluğu da elə pis bitirir. Hələ əvvəldən xarabdır bu niyyəti. Görürsən, gedir bir yerə ki, orada iki nəfənin arasını vursun. Əvvəldən evdən çıxanda niyyət bu olub. Aqibət də pis oldu. İşini də gördü, qayıtdı. Bu ədxilni mudxələ sidqin və əxricni muxracə sidqin deyil. Bu niyyəti xarabdır əvvəldən. İnsan ki, niyyəti xarab oldu, bunun bəlaları var. İşləri də xarab olacaq. Özünkinə, qaydacaq özünə. Bir dənə qayda var, Oktay, o da budur. La yəxiqu əl-məkru seyyi illa bi əhlihi. Kim ki, hilə qurub, özü düşəcək. Ayət. Özün düşəcək. Həmən hilə sənə özvə tərəf dönüş edəcək, bunu bil. Kimliyini belə də olacaq. Qaydaq. Bəzi insanlar əvvəldən pis niyyətlə başlayır, sonluğu da pis bitirir. Əvvəl bəd niyyət, axır pis aqibət. Bu bitdi. İkinci qrup insanlar. Əvvəli yaxşı başlamışdı. Bağışlayın bu ifadə, axırı zay oldu, getdi. Qəşəng başlamışdı, maşallah. İmanla, təqva ilə dünya aldatdı ortalarda onu. Təvəkküllə başlamışdı, Allaha edilən təvəkküllə. Get-gedə özünə arxayınlaşdı. Allahın lütfüne yox. Rəbbinə sığınıb start vermişdi işlərinə. Amma indi deyir, mən, ənaniyyət deyilir. Əvvəli yaxşı, axırı zay oldu, getdi. Bu ayı ona şamil deyil. Ədxilni mudxələ sidqin oldu, amma əxricni muxracə sidqin olmadı. Ona görə bərəkətli cami duadır. Üçüncü budur, əvvəli pis, orta tövbə, axırı nicat və qurtuluş. Əvvəli pis,
Ortada tövbə, axır nicat və qurtuluş. Hür kimi. Əvvəl ədxilni mudxalə sidqin deyildi. Kərbəlaya gəldi, İmam Hüseynlə vuruşsun. Amma gəldi, ortada ayıldı. İmam Hüseyin Əsəlam o hidayət elədi. Elə ki, ayıldı, hür həmən məntəqədən Kərbəladan behişdə üz tutdu. Aqibət bir xeyr oldu. Bərəkətli oldu. İmam Hüseynin əli ilə hidayət oldu, duası ilə də köçdü dünyadan. İmam Hüseyin onun gəldi başının üstə dedi, Əntəl hur kəma səmmətke ummuk. Anan nə qəşəng adı qoyubsan, ay hür. Azad insansan sən. Azad insansın. Fikir verdiniz, bu insan necə başladı? Pis başlamışdı, yaxşı bitirdi. Amma bu dua budur. Rabbi, ədxilni mudxalə sidqin və əxricni muxracı sidqin. İşə başlayanda sidqlə, sadiqanə, sədaqətlə, ixlasla başlayayım, bitirəndə də o şəkildə bitirim. Bunu mənə nəsib elə. İmanla başlayıb, imanla ölüm. Nəinki imanla başlayayım, bəd aqibət bu dünyadan gedim, pis aqibətlə bu dünyadan gedim. Belə insanlar oldu həyatda. Allah aqibətimizi xeyirli eləsin. Amin. Şümri misal göstərmək Bəli, o da olar. Əvvəli yaxşı idi də. Bəli, bəli, düz qeyd edirsiniz. Əmirül-Mominin yanında olub əvvəl müharibələrdə iştirak. Duanın ikinci hissəsi var Oqtay müəllim. İkinci hissəsi, birinci hissəsini şərh eləyir. İkinci hissə deyir ki, bu dua ki var, Peyğəmbərə Allah deyib, et, görünən budur ki, bu cami bir duadır, fərdi bir dua deyil. Cəmiyyətlə bağlı bir duadır. Yəni, nə mənada? İlahi, bir xidmətə qədəm qoymuşam. Həmən xidmət cəmiyyətin hidayətini hesablanıb. Səndən birinci nə istəyim var mənim? Nə istəyirsən? وَجْعَلِّ مِنْ لَدُنْكَ سُلْطَانًا نَسِيرًا. Deyir, ilahi mənə kömək elə. وَجْعَلِّ مِنْ لَدُنْكَ سُلْطَانًا نَسِيرًا. İlahi mənə kömək eləyə. Böyük işin içinə girmişəm. Kömək elə ki, yaxşı çıxın bu işin axırında. Zübeyir yaxşı gəlmişdi, axırı nə oldu? Gördünüz nə oldu? Əmirül-Momindən vuruşdu. Özü xüsusi bir kömək istəyirsən burada ya. Vəcəlli min lədunkə. Min indikə yox, min lədunkə. Lədun kəlməsindən, ind kəlməsinin məna fərqi var. Lədun yəni xüsusi öz dərgahından. Elmi lədunni eşitmişsiniz? Lədunni elm. Lədunni elm nədir? Yəni, ustad birbaşa Allahdır. Vasitələr yoxdur sanki. Kesilib Allah deyir. Yəni, orta belə dünyadakı vasitələrdən söhbət gedir. Bir var elm lədunni, bir də var qüdrət lədunni olsun. Qüdrət lədunni olsa nə olar? O qüdrətin qabağında heç kəs dura bilməz. O qüdrətin əvəzi yoxdur, bədəli yoxdur. Heç bir qüdrət onun qabağında dayana bilməz. Elə bir qüdrət ver mənə. Gör necə qüdrət istəyir. Allah, mən bu duanı oxuyanda sanki Allah istəyir, belə dualar eləyin. Xırda məsələlər dilişib qalmıyor. Edin ha xırdaları, qalxın biraz da. Ərşi dualar eləyin. Yerdən qopun, qalxın ərşə, belə dualar eləyin. Yaxşı, digər məsələ bundan ibarətdir ki, elə bir dua olsun ki, elə bir kömək elə ki mənə, vəcəlli millədun ki, sultanən, mənə bir sultan ver. Sultan bir mənası dəlildir. Quran-ı Kərimdə dəlilinin, sübutun adı sultandır. Çünki qalibdir nəyə? Xurafata, boş adət ənənəyə, vəhmə, xəyala, zənlərə qalibdir. Dəlil qoyacaq susdur. Sultandır. Sözünü o deyir. Hədisdə var, əl-elmu sultanun. Elm sultandır. Ona görə dəlil, sübutun adı Quran-ı Kərimin bir məntiqinəsən sultandır. Allah mənə sultan ver, yəni mənə elə bir elm, dəlillər ver ki, mən cəmiyyətin içinə çıxacam axı, keçəcəm qabağa. Cəmiyyət üçün bir iş görəcəm. Cəmiyyətin hidayəti üçün çalışacam. Düzdür? Mən ki, bu işin içinə girmişəm, cəmiyyətlə ünsiyyətdə olacam axı. Mənə elə bir dəlillər nəsib elə ki, öz dərgahından cəmiyyəti qane eləyə bilim. Bir mənası budur sultanın. Sultanın ikinci mənası da var. Sultan yəni məni qüdrətli elə. Həm qüdrətli olum, həm dəlilim, sübutum olsun. Zəif olmayayım, qüdrətli olum. Həm dəlilim olsun, sübutum olsun, qane eləyən, həm də sultan qüdrətim olsun. Qüdrətim ol. Amma necə qüdrət istəyirik? Maraqlıdır. Sultanən nəsira. Elə bir qüdrət ki, mənə kömək eləsin, məni zəllil eləməsin, məni məst eləməsin, məhv eləməsin, kibir yaratmasın, təkəbbür yaratmasın, mənə kömək eləsin.
Nə mənada? Həm dinə kömək eləyə bilim, həm cəmiyyətin hidayətini çalışım, cəmiyyətə kömək eləyə bilim. Sultanla nəsira ver mənə. Mən səndən elə belə qüdrət istəmirəm. O qüdrətlər ki, gəlir insan özün məhv eləyir, o qüdrəti istəmirəm. Mən elə bir qüdrət ki, nəsirdir. Həm özümə köməkdir, həm cəmiyyətə köməkdir. Mənə elə bir qüdrət ver, ya Rəbbəl aləm. Elə bir qüdrət ver ki, mən ona hakim olum, o mənə hakim olmasın. Əgər qüdrət insana hakim olsa, insan təkəbbürlü olar. Ona buna yuxarıdan aşağı baxar. Əgər qüdrət insana hakim olsa, insan təkəbbürlü olar. İnsan qüdrətə hakim olsa, izzətli olar. İnsan qüdrətə hakim olsa, məzlumu əzməz, məzlumu yerdən qaldırar. Onlar izzətli. Elə ki, qüdrət gəldi, insana hakim oldu, başlayır onu bunu əzməyə. İlahi, mənə sultanən nəsira ver, elə bir sultan, elə bir qüdrət ki, mənə Firon eləməsin, məni Musa eləsin. Məni təkəbbürlü eləməsin, məni izzətli eləsin. Məni zəlil eləməsin, hörmətli eləsin. Mən ona hakim olub, o mənə hakim olmasın. Sultanan nəsira olsun, mənə kömək eləsin, mən dinə kömək eləyim və cəmiyyətə kömək eləyim. Dua budur. Rabbi, ədxilli mudxələ sidqin və əxricni muxracə sidqin. Allahım, nəsib elə mənə. Bir işə ki, başlamışam, cəmiyyətin hidayəti üçün çalışıram. Hamının vəzifəsidir bu. Hər birimizin vəzifəsidir. İlahi, nəsib elə sədaqətlə, ixlasla işə başlayayım, ixlasla işi bitirim. Amma burada səndən başqa kömək də istəyirəm. Sultanla nəsira ver mənə. Həm elə dəlillər ver ki, cəmiyyəti qane eləyə bilim, həm də mənə qüdrət elə. Bu, Allahın Peyğəmbəri öyrətdiyi bir duadır və deyib, belə bir dua ilə. Və Quran-ı Kərimin duasıdır, İsra surəsi 80-cı ayə. Allah bizə belə bir dualar eləməyi nəsib eləsin inşallah. Ya Rabbil Alemin, çox gözəl, həqiqətən də. Biz bəzən namazlarımızda, çox möminlər, insanlar namazlarında bu duaları edirlər, amma həqiqətən də bunun mənasını biləndə, mahiyyətini biləndə, onu dua edəndə daha fərqli olacağı təbii ki. Mən inanıram ki, bu il Ramazanda bizi izləyənlər, daimi izləyənlər, ilk gündən indiyə qədər o duaların şərhini, izahını bilənlər, əksər dualar namazlarda, qunutlarda əsasən deyirlər də insanlar. Artıq bir, belə deyək də, mərifətlə, belə deyək, duaya mərifət, duanın anlamı bilirlər, mənasını bilirlər. Fərqli bir dua olacaq, inanıram, inşallah. Hələ də davamında olacaq da Ramazan ayının axırına qalıb, bəli, dualar yenə də olacaq. Biz artıq başlayaq suallara. Demək, bismillah. Allahın salamı olsun gözəl ustadlara, cüməniz də mübarək. Sualım budur ki, müqərrəb insanlar kimlərə deyilir və bizlər müqərrəb insanlar ola bilərikmi? Ola bilərik bir sözdür, kimlərə deyilir başqa bir sözdür. Ola bilərik, əlbəttə ki, elə Allah istəyir ki, biz gedək yaxınlaşaq Rəbbimizə tərəf. Müqərrəb insanların məqamı böyükdür. Bir var əshab-ül yəmin, bir var əshab-ül şimal, bir də var müqərrəblər. Bunlar Vaqiə surəsində keçib. Əshab-ül şimal hey günah eləyənlərdir. Əshab-ül yəmin ibadət itayətdədir, amma hərdən nəfs aldadır, şeytan aldadır. Amma müqərrəblər günahdan uzaq, pak, təmiz, Rəblərinə yaxınlaşıblar, hərəkət edirlər. Onlar kimlərdir? Onlar sibqət eləyənlərdir, yarışanlardır, yaxşı əməllərdə yarışanlardır. Həmişə yaxşı əməldə önə keçənlərdir. Bütün fəzilətlərdə öndə onları görürsən. Gözəlliklərdə öndə onları görürsən. Ondan bir pillə aşağı əshab-ül yəmindir. Hərdən biraz belə, hərdən biraz belə. Onun Quran-ı Kərimdə də ayələr, insanlara verilən dəyərlər hələ özlərinə uyğundur. Heç vaxt müqərrəbin dəyərini aşağıya vermirlər, aşağını yuxarıya vermirlər. Ona görə Quran-ı Kərimdə Əziz Allahımız bir neçə ayə düşdü yadına. Bir ayda buyurur ki, فَلَا نُقِيمُ لَهُمْ يَوْمَ الْقِيَامَ vəzna. Qiyamət günü tərəzi olmayacaq. Tərəzi nə tərəzi? Mizan tərəzi də. Əməlləri çəkməyəcək. Deyib, bəzi insanların tərəzisi yoxdur. Nə mənada? Deyib, bir dənə yaxşı əməli yoxdur ki, bu tərəzisi də olsun. Nəyi çəkək? Nəyi çəkək? Allah buyur, əmaluhum kəsərabin. Əməlləri sərabdır, ilğımdır. Elə biliblər yaxşı iş görür, yaxşı işləri yoxdur. Əfidətuhum həva, içləri bomboşdur.
İçləri də bomboşdur. Fəcəalnahu həbaən mənsura. Deyir, olan əməllərini sanki toz eləyərik. Yoxdur da elə bir. Uçar. Minnətlə, nə bilim, riya ilə edilən əməl tozdur da. Külək gəlsə aparar. Bəli, məhv olar. Deməli, bəzi insanlar üçün əziz Allahımız Quran-ı Kərim fəla nuqimu ləhum yevməl qiyamə vəzna. Mizan yoxdur orada onlar üçün. Tərəzi yoxdur onlar üçün orada. Niyə yoxdur? Çünki bütün səhifə əməlləri, o dəftərləri günahlardan ibarət, zülümdən ibarət, pislikdən ibarət, pis niyyətdən ibarət. Nə yazaq? Nəyə çəkək? Heç olmasa xələtu əmələn salihən və axara seyyən. Başqa bir ayda deyir. Biraz salih əməli olsaydı, biraz pis əməli olsaydı, bunlar indi qalsaydı, bunu çəkərdik tərəzidə. Birini o yana qoyaq, birini bu yana qoyaq. Axı, bunun elə bir deyil vəziyyəti. Amma başqa bir yerdə əziz Allahımız vurur. Əmmə mən xəffət məvazinuh fə ummuhu haviyə və mə ədrakə məhiyə nərun həmiyə. Deyir, tərəzi var. Bu hansı tərəzidir? Bəs bir adı yoxdur axı. Günah tərəziləri var, ibadət tərəziləri yoxdur. Zülüm tərəziləri var, ədalət tərəziləri yoxdur. Batil, pis əməllərinin tərəzisi var. Xeyr əməllər yoxdur ki, tərəzisi olsun. Aydın oldu. Deməli, əshab-ı şimal pislər getdi. Əshab-ül yəmin ibadət edir, itaət edir, hərdən günah. Müqərrəblər elə deyirlər. Müqərrəblər daha qopublar bu dünyadan. Onlar pak yaşayırlar, pak nəfəs alırlar və düşüblər xəttə, hərəkət edirlər, öndədirlər. Və bunun da yolu sibqətdir. İnsan çalışmalıdır, cəhd göstərməlidir. Allah üzü görməsin. Ülviyə Məmmədova, salam hacım, mən nəzir etmişəm ki, oğlum Fərid sağ-salamat əsgərliyini bitirsin, gəlsin, onu ərbəyini aparım. Dua edin, bu istəyimə nail olun. Allah sizin duavızı qəbul edəsin. Və haqq Fatimətə Zəhra. Allah balavızı qorusun. Əskər balalarımızı qorusun inşallah. Amin. Allah sizləri əziz eləsin, ya Allah. Qazi Şahlar Məmmədov, salam, sabahınız xeyir olsun, cüməniz mübarək, dəyərli hacılar. Sualım budur ki, insanın boynunda olan haqlar var, ər-arvad, həqiqi valideyn, övlad haqqı. Əgər bunlar kəsişərsə, insan hansına önəm verməlidir? Belə deyək də, insan müəyyən boyuna düşən vəzifələr olur da, ana haqqı, ata haqqı, övlad haqqı. Orada insandan ilahi istək nədir, onu tapmaq lazımdır. Yəni, Rəbbim məndən nə istəyir? Yəni, o anda Rəbbin istəyini bilmək, əbd olaraq addım atmaq lazımdır. Haqları, bəzi vaxtlar birinin haqqını götürürük, o birisinin haqqını zay edirik. Məsələn, bir tərəfini görürük, o bir tərəfini sanki görmürük. Bu olmaz. Haqlar doğru-dürüst əda olunmalıdır. Və haqlar belə qurulmamalıdır ki, ona xoş gəlsin, bu addım atım, buna xoş gəlsin, bu addım atım. İlahi xətti tapmalısan, onları da o xəttin içində nəzərə almalısan. Hamı üçün yaxşı olmaq üçün yaşamamalısan, Rəbb üçün yaxşı olmaq üçün yaşamalısan, onun da içində o xəttləri tutmağı da bacarmalısan, balansı yaratmağı bacarmalısan. Məsələn, ana ilə tutaq ki, xanım toqquşub, kişi qalıb ortada. Xanımla tənhalıqda danışmaq olar ki, xanım, bilirəm, məsələn, anam səhv elədi də. Gəl belə eləyək ki, mən səndən xahiş edirəm, mən sən haqqımı zay eləmək istəmirəm, mən bilirəm o düz eləmədi, sən düz elədin. Amma mən indi ona desəm, o sındıraram, o narahat, onsuz məndən söz qəbul edəməyəcək. Bax, bu şəkildə həm onun haqqını tanımaq, bəzi vaxtlar insanı yandıran məsələ budur ki, deyir ki, bir var, məsələn, gəlib, mən səhv eləyim, mən səhv eləməmişəm. Qarşı tərəf səhv eləyib. Başa düşdüm. Heç olmasa sən də gəlib o səhv elədiyi təqdirdə onun yanında mənə də səhv çıxartma da. Gəl bir kəlmədən bildim. Sən düzsən, onu başa düşdüm. Gəl yoluna qoyaq. Yəni istəyirəm deyim ki, o balansı yaratmaq bəzi vaxtlar insanın öhdəsinə düşür. Orada da ana xətti tapmaq. Məsələ də şahiəlidir, Oqtay müəllim. Mən məsələn deyim, burada belə elə, bu bir dənə məsələ deyil axı. Orada insan o ilahi vəzifələri doğru-düz bilib addım atmalıdır. Bəli. Rəsul Əlizadə yazı, salam oğlum. Salam, oğlum üçün dua edin, xahiş edirəm. Xəstəxanada yatır. Allah bütün dualarınızı qəbul etsin. Allah sizin balavıza şəfa versin. Bu günlərin hörmətinə, bu gecələrin ehtiramına. Öndə Qədir gecəsi gəlir, Qədir gecəsinin hörmətinə inşallah. Allah bütün xəstələrimizi şəfaya cinayət eləsin. Amin. Babayev, sabahınız xeyir olsun. Sizə bir sualım olacaq. Hacım, mən gün-günə namazdan uzaqlaşıram.
Mən nə edim? Buna görə də çox pis oluram. Hər fikirdən çıxmır, əziyyət çəkirəm. Yəni, heç fikrimdən çıxmır, əziyyət çəkirəm. Günbəgün ibadətə qarşı soyuyur da, başa düşdüyüm qədər, hə? Bəli. Nə baş verib keçmişdi, nələr ki olub da düşündüyüm qədər bunun bir sabiqəsi olmalıdır, bir keçmişi olmalıdır. Hansı amillərdir? Onu tapmaq, məsələn, köklü şəkildə həll eləmək lazımdır da. Ya məyusluq da ola bilsin, ya məsələn, ola bilsin deyir ki, onsuz da bu ibadətə bir şey verməzlər. Şeytan oradan həmlə edib ona. Şeytanın çünki istəklərindən biri budur ki, insanı asılsa ruhdan salsın. Ya'idukumul fəqr və ya'murukum bil fəhşa. Birinci insanı məyus edir, qorxudur, ondan sonra günaha dəvət edir. Ona da bitmir ha, şeytanın planları çox böyükdür, biləsiniz. Şeytanın bir Allahla bağlı bir pik niyyəti var. Bir bəşəriyyətlə, cəmiyyətlə bağlı bir pis niyyəti var. Allahla bağlı bir pis niyyət nədir? Cəmiyyətlə bağlı pis niyyətdir. Quran-ı Kərimdə buyurur ki, cəmiyyətlə bağlı şeytanın istəyi budur ki, insanın həyasını əlindən almaq istəyir. İstəyir cəmiyyətdə həyası olmasın, bağışlayın bu ifadəyə görə. Ən böyük arzularından biri budur. Yəni, həyasını əlindən alıb onu həyasız eləsin. لِيُبْدِيَ مَا وُرِيَ عَنْهُمَا مِنْ سَوَّاتِهِمَا Quranda bir ayət. Ki, deyir, məğzin deyirəm, mənasını deyirəm ki, istəyirdi ki, onların əlindən o həyanı götürsün. Cəmiyyətdə də var o gündən ki, insan həyası gedir. Həyası gedəndən sonra da nə istəyər danışar, necə istəyər yaşayar. Adın qoyar, mən azadam, haqqım belə gəldi, hüququm belə getdi. Başa düşürsünüz. Bu, cəmiyyətlə bağlı məsələdir, şeytanın ən mühüm arzularından biridir. Şeytan yalnız namaz qılana hücum eləmir. Elə işi sanki odur ki, harada həyalı bir insan görsə, həyasını əlindən alsın. Allahla bağlı şeytanın istəyi nədir? Hansı həddə yetirmək istəyir insanı? Nəinki insan günah eləsin bir. Nəinki kiçik günah, nəinki böyük günah. Bir həddə yetirmək istəyir ki, insan sonda gəlsin, desin ki, kim deyir bu günahdır? Günah deyil. İnnəmā ya'murukum bis-su'i vel-fəhşâ en təqulu alallâhi mə lâ ta'lemun. Şeytan birinci kiçik günaha, sonra böyük günaha. Sonra da gəlir insana bir yetirdi ki, deyir, kim deyə bu günahdır? Günah deyil, boş şeydir. İndi o da verilən sualın görünən budur ki, o ərəfəyə gəlir. Get-gedə ki, insan ki, kiçik günahlar, davamında böyük günahlar, bu davam eləsə bir müddətdən sonra uçurumdur, bədbəxtlikdir, bataqlıqdır, burulğandır. Amma indi şükür olsan sual verir. Sual veribsə, cavab verirsə, cavab bundan ibarətdir ki, dönüş elə, Rəbbivə tərəf qayıt, Rəbbin səni gözləyir. Da nə olub? Onlar bitdi, onlar bağla kitabdır. Yəni, sən bugün ibadətdən uzaq düşməyin, Rəbbindən uzaq düşməyin, özün özvə quyu qazırsan, deyib quyuya düşəcəksən. Gözün görə quyuya düşəcəksən. İndi neyniyəm? Heç nə iradəli olmaq. Dostlardırsa, rəfiqələrdirsə, onun, bilməm, xanımdır sual verən, kişidir, bəydir sual verən. Onlara bir fikir ver, o ətrafı necə insanlardır və imanlı insanları ətrafa çək və beləliklə addım at Rəbbimizə tərəf. Allah da əlimizdən tutacaq inşallah.